11-ci sinif buraxılış imtahanı düşmüş suallardan biri. Oxuyaq. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdi? Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Söz sırası pozulub. Sadə isim görmürük burada. Qazanmaqdan qazancdır. Bağ-bağçada mürəkkəbdir. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vurhavuru. Gördüyümüz kimi xəbər yerini dəyişib, söz sırası pozulub. Fələk sadə isimdir, vurhavur isə mürəkkəb isimdir. Bu düzgün cavabımızdır. Cavab B variantıdır. Doğrusu qohum-əqrabanın sözləri mənim də beynimə batır yoldaş. Sözündə qohum-əqraba mürəkkəbdir, amma yoldaş düzəltmədim. Burada sadə isim yoxdur. Beynimə batmaq bir yerdə fraz-verbi birləşmədi. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Bina sadə isimdir. Eşidər-eşitməz necə nətər sualına cavab verir. Zərflikdir. Zərfdir daha doğrusu nitqsi olaraq tərk etdi də. Gördüyünüz kimi cümlədə söz sırası pozulmayıb. Xəbər öz yerindədir. Sevgi əzəl gündən sevir baharı. Baharda insanlar arzuya çatır. Sevgi düzəltmədir. Burada ümumiyyətlə mürəkkəb isim yoxdur. Arzuda, baharda sadə isimlərdir.